Dünən Mir Şahin mənə efirə çağırmayıb. Mənə də efirə çağırsın, mən çıxacam. Deyəcəm ki, çağır. Demokrat adamdır o. Kimsə butulkanın içinə şiv üstünə atacaq. Kimsə ay nə bilim daşlarını 40-a qabağına çıxacaq. Kimsə tumanını aşağı salıb Mehriban qabağına duduşla çıxacaq. Heç eləməyəcəm ki, yəni sən soyuna biləsən. Burada nə qeyri-qanuni var ki? Duduş gijdallağam mən, dəliyəm. Avropa ortasında baxıram kişinin biri uğraşdı, şiv yolun ortasında açır. Öyle gördüm. Mehriban qabağını lütçük heç nə demə. Demokratiyadan danışma. Lütçük, şo, Mehriban orada öldü. Heç şey eləmə. Mehriban orada öldü. Maşınqanı götür başa qal. Tenəci dəstəyəm sənin kəllime. Bunlarla belə lazımdır. Emin necə danışırdı Münhində? Cənab prezident, Mehriban xanım, dünən canlı yayım açmışdı. Dedi, kaş sizə Münhində üz-üzə tüpürərdim mən. Cənab deyirdim, sizə Mehriban xanım deyirdim. Mən bilsəydim ki, siz məni 2 gün sonra izləyəcəksiniz burada. Məni öldürmək istəyəcəksiniz. Mən sizin ağzınızı orada sikəydim. Olsa gəldi, Münhenə getdi, Strasburqa getdi, Parisə, Londona, hara gəldi? Maşınkanı, daşşağımızı 40-a qabağına çıxardı. Böyle yeni ideyalar. Sənin o şey işəmək ideyası çox bombadır Mehman. Əlbəttə ki. O bilirsən nə deməkdir? Onu eləyə bilsək, uğra işəmək butulkaya doldurub üstünə çıxır. Darıxma, biz hələ çox şeylər eləyəcəyik. Mən bayaq videoda dedim, səfirliyin qabağına gedirəm. Mənim ora şeyimdə sevimli yerimdir ora. Öyle o şey var, ot süd çayxanası kimi bir şeydir ora. Mənim çayxanadır ora. O qırxmaq temasını istəyirəm ki, maşını götürüb səfirliyin qabağına qırxım. Gəl onu Əliyə dəstəyəcəm. Amma bu sidik teması da yaxşıdır. Deyirəm eləyəcəyik. Ya açım geyim sabah bir gün səfirliyin qabağına açım işləyim orada, yoxsa butulka çəkim. Qapılar səfirliyin qapılarına işədi. Oğraş da. Bax, səfirlik belə ki, İlham Əliyev razıdır ki, səfirin üstünə işləyəsən, kimisə üstünə işləyəsən. Amma bizə lazımdır ki, biz Əliyevləri tutaq, Mehribanı, İlhamı, Leylanı, Xəstə Heydəri, biz onları tutmalıyıq. Hemen, bax buradan çağırış eləyirik. DTX işçiləri var. Yüksək vəzifədə DTX-nın hətta general var. Bizi dəstəkləyirlər. Özləri belə bu hakimiyyətdən irgəniblər. Yəni bu sistemin içində Mehman, sənin, məni, digərlərini dəstəkləyənlər var. Onlara buradan çağırış eləyək ki, çağırış eləyirik, xahiş eləyirik o sistemdə olan bizi dəstəkləyənlər. Onların gəlmədən öncə məlumatlarını verin bizə, gedək sürpriz yaşadaq da. Ehtiyac yoxdur bizə DTX-dan məlumat versin. Biz artıq onun göhtünü güdürük. Biz bilirik o hansı tarixlərdə Avropaya gələcək. İlham Əliyevi harda tutdu ağzına vermək lazımdır. O deyirlər, harda tutdu ağzına vermək lazımdır. Bax belə.